قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قد أفلح المؤمنون صدق الله العظيم. Möhtərəm möminlər, kamil insan modeli barədə tarixin bütün dövrlərində fərqli düşüncələr, müxtəlif yanaşmalar irəli sürülüb, ayrı-ayrı fikirlər səsləndirilib. Ancaq müqəddəs kitabımız Quran-ı Kərimə əsasən əsl ideal və kamil insan fəzilətli mömin vəsflərini daşıyan şəxsdir. İman Quran-ı Kərimdəki bütün əxlaqi dəyərlərin mərkəz nöqtəsidir. Bütün ali İslami dəyərlərin mənbəyi imandır. Bəs kamal və fəzilət sahibi müminin vəsfləri hansılardır? Quran kamil insan modelini bizə necə təqdim edir? Rabbimiz Quran-ı Kərimdə Ənfal surəsinin 2-4 ayətlərində belə buyurur. Mömin yalnız o kəslərdir ki, Allah adı çəkiləndə qəlbləri titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar ancaq öz Rəbbinə təvəkkül edər. Vaxtı-vaxtında lazımınca namaz qılar və verdiyimiz ruzidən Allah yolunda sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları qiyamət günü bağışlanma və cənnətdə tükənməz, gözəl, minnətsiz ruzilər gözləyir. Bu ayələr Allahın adı çəkildikdə həqiqi müminin qəlbində dərin xuşu hissinin oyandığına diqqət çəkir. Belə bir səviyyədə imana yetişdikdən sonra həqiqi müminin xarici təzahürlərini isə Quran-ı Kərim belə tərif edir. Onlar Allaha tövbə, ibadət və şükran səna edərlər. Oruç tutanlar, rükû və səzdə edənlər, namaz qılanlar, yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlər və Allahın hədlərini, halal haramı qoruyanlardır. Ya Rasulum, belə möminləri cənnətlə müjdələ. Tövbə surəsi 112-ci ayət. Bu ayələrdən başqa, həqiqi möminə yaraşan davranış formaları Quran-ı Kərimdə belə sıralanır. Rəhmanın əsl bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər. Cahillər onlara söz atdıqda, xoşlarına gəlməyən bir söz dedikləri zaman, onları incitməmək üçün salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam namaz içində keçirərlər və belə deyərlər. Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı əbədidir. Doğrudan da o nə pis məskən, nə pis yerdir. Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər. Bu ikisinin arasında orta bir yol tutarlar. Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz. Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, onu öldürməz, zina etməzlər. Hər kəs bu işləri etsə cəzasını çəkər. Furqan surəsi 63-68-ci ayətlər. Və o kəslər ki, ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan sənə itaət etməklə bizi sevindirib, gözümüzün işığı, bəbəyi olacaq övladlar ehsan buyur və bizi müttəqilərə iman rəhbəri deyərlər. Furqan surəsi 74-cü ayət. Əziz möminlər, kamil müminin təsvirinə Quranda çox böyük yer verilir. Quranın ideal insan modelinin hər tərəfli təsviri xütbəmizin çərçivəsinə sığmaz. Ona görə də biz Möminin surəsindəki bu ayələri qeyd etməklə kamil mömin rəsminin təsvirini bitirmək istəyirik. Həqiqətən, möminlər nicat tapmışlar. Cənnətə nail olmaqla mərtəbələrinə çatıb əbədi səadətə qovuşmuşlar. O kəslər ki, namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha muti olub ona boyun əyərlər. O kəslər ki, lağlağıdan, lüzumsuz şeylərdən qadağan olunmuş əməllərdən üz döndərərlər.
o kəslər ki, zəkat verərlər, o kəslər ki, ayıb yerlərini zinadan qoruyub saxlayarlar. O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar. Onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər. Namazlarına riayət edərlər. Həmişə vaxtı-vaxtında namaz qılarlar. Onlardır, bilin, varis olanlar, Firdevs cənnətinə varis olanlar, orada əbədi qalanlar. Müminin surəsi 1-ci, 11-ci ayətlər. Uca Allahdan hər birimizə sadalanan bu xüsusiyyətlərə sahib fəzilətli mömin olmağı qismət etməsini niyaz edirəm.